Bu yaxında Naxçıvanla bağlı bir dostlardan biri ilə söhbət edirdik. O dedi ki, Sədərəkli də əslən dedi ki, məni acı təəssüfə boğan bir məqam var. Sədərəyə baxırsan, adda budda işıq yanır, amma araz dəyəndə Ermənistan ərazisində çırağband insanlar yaşayırlar. Bu çox önəmlidir məskunlaşma məsələsi. Biz Naxçıvan üçün də bunu arzulayırıq. Yəni insanlarımız hansı yurtlardan ki, ən müxtəlif səbəblərdən köç ediblər, ya işğal səbəbindən, ya iqtisadi çətinlikdən o torpaqlarda, o yurtlarda insanlarımız yerləşməlidir. Bugün Bakının paytaxt kimi var olan problemlərinin çoxunda həm də regionların inkişafının bərabər səviyyədə getməməsi dayanır. Bu çox önəmlidir. Qələbəyə qapılmışıq. Qələbə çox gözəl şeydir, amma yavaş-yavaş gözləyək, fəaliyyət həyatımızdan gedib düşmən dayanmır, erməni dayanmır. Axı ermənilərin Naxçıvan iddiası bitməyib ki, bağlanmayıb ki, bugün Qarabağ iddiaları bağlanmadığı kimi Naxçıvan iddiaları da bağlanmayıb. Yəni bunun üçün də biz vaxtilə hələ deyirdik ki, hələ bu deyək ki, ikinci savaşımızdan, bu vətən savaşımızdan qabaq da biz deyirdik ki, Naxçıvanda islahatlar aparılmalıdır, Naxçıvan məskunlaşmalıdır. Xüsusən Naxçıvanda yerli əhalinin, miqrasiya eləmiş əhalinin ora qayıtmasına şərait yaradılmalıdır. Nə yazıq ki, vaxtilə eləmədilər bunu. İndi bunu eləmək lazımdır. Heç olmasa bunu eləmək lazımdır. Naxçıvanın inkişafı üçün ayrıca bir dövlət layihəsi, bilmirəm, məncə var, amma bunu daha da... Yaxında olmuşsunuz Naxçıvanda, nələr müşahidə edirsiniz? Yaxında olmuşam, amma yəni bir çox şeylər var ki, onları mütləq gerçəkləşdirmək lazımdır. Birinci nədir? Yenə biz hər zaman dediyimiz kimi, birinci növbədə Bakı şəhərini bugün bu sıxıntıdan qurtarmaq lazımdır. Demografik krizisi həll eləmək üçün, daxili demografik problemi həll eləmək üçün mütləq regionların inkişafına ciddi sərmayə ayrılmalıdır, sərmayə yatırılmalıdır. İstər Naxçıvan olsun, istər Qarabağın, Aran Qarabağın, hətta Bərdənin, digər ərazilərin inkişafına, Ağdam bugün inkişaf olunur, amma digər, deyək ki, Beyləqanın inkişafı üçün lazım olan şeylər eləmək lazımdır ki, insanlar daşınsınlar. Deyək ki, Qusarda bəlli bir universiteti köçürmək lazımdır. Onu sözü ona gətirirdim ki, baxın, Türkiyə bunu təhsil üzərindən elədi və bütün toplumu bir-birinə qaynaşdırdı. Bugün Qaradənizli sadəcə Qaradəniz regionunda yaşamır ki, o Ege bölgəsində də təhsil alır, o uşaqlar tam tərsinə Ege bölgəsində də olan uşaqlar gedib Qaradəniz bölgəsində ya da doğuda təhsil alırlar, oxuyurlar, doğu insanı gəlir mərkəzdə, İç Anadoluda, yəni cəmiyyəti toplumda, Naxçıvanda qurulan gözəl bir universitet digər bölgələrimizdən ora gedənlərin sayını artıra bilərdi. Məsələn, sizin doğma şahbuzda, indi hər ailədən bütün insanların evlatları üçün də ən böyük arzu bir ailənin də, yəni gəncin də oxumağa meyilli, özəlliklə bilirik ki, Naxçıvan əhalisi nə qədər oxumağa meyillidir. Hər kəs ali təhsil almaq istəyir, amma sonradan o iş yerləri boş qalır. O insanların ora qayıdıb, yurdunda, yuvasında, eynən Bakı konseptində bir müəssisələrdə işləməsi Azərbaycan kimi ölkə üçün artıq problem olmamalıdır. Acun xanım, Naxçıvanın bir universitet mədəniyyəti də var. Yəni, Naxçıvan Pedaqoji İnstitutu illərdir vardı, orada texnikumlar vardı və Zəngəzurdan insanlar gedib orada oxuyurdular. Zəngilandan, Cəbrayıldan, Laçından, Qubadlıdan, mənim tanıdığım xeyli o vaxt hələ mən yeniyetmə vaxtında tanıdığım bacılarımın tələbə yoldaşları vardı ki, gəlib, hətta bizim evimizə gəlirdilər, qonağımız olurdular. Millət axın eləyib orada oxuyurdu. Orada kira ucuzuydu, orada qiymətlər ucuzuydu, yaxın idi. Axşam deyək ki, gecə qatara minirdi, Zəngilanda, Mincimanda minirdi, səhər oradaydı və yaxud da əksinə evinə rahat gəlirdi. Yəni bunları təkrar bərpa eləmək lazımdır ki, insanlar getsinlər, oxusunlar. Bu, deyək ki, mən dedim, deyək ki, Qusarda hər hansı bir universitetin yerləşdirilməsi. Bilirsiniz ki, yəni, Allaha şükür bu problemləri biz həll edirik, amma zaman-zaman siz də gözəl bilirsiniz, biz də bilirik ki, bu regionlarda müəyyən çaxnaşmalar yaratmağa cəhd olunur. Nə qədər ki, gənclər, tələbələr gəlib orada yaşayacaqlar, kamplar qurulacaq, kampuslar qurulacaq, alimlər daşını burada yaşayacaqlar. Yavaş-yavaş insanların, bəli, insanların həm də sosial təbəqə formalaşacaq, ziyalı kütləsi artacaq. Həm də yerli əhalinin
dövlətə güvən artacaq. Azərbaycan dövlətinə güvən artacaq ki, dövlət gətirib universiteti qurub mənim evimin içində. Mən nə gözəl alimlər göndərir ki, mənim evladım oxusun, bəli, yüksək ali təhsil burada alsın. deyək ki, məsələn, hər hansı bir iş yerləri açılacaq, yeni bir istər ictimai yaşa, istər başqası. Bu gün məsələn turizm baxımından bir çox şeylər qurulub, amma istehsal baxımından nələr qurulmalıdır? Bunları eləyəndən sonra o regionlar inkişaf edəcək. Bu çox önəmlidir Aygün xanım. Bunun həlli üçünsə mütləq və mütləq iqtisadi rayonlaşma dəyişməlidir. Ölkədə iqtisadi islahatlar bir an əvvəl başlamalıdır. Dediyim kimi, il konstitusiya ili elan olunub, ilin 4 ayı gedib. Bu müddət ərzində, irəliləyən zaman ərzində ciddi islahatlar aparılmalıdır. İcra hakimiyyətləri artıq göstərdilər ki, bunlar işləyə bilmirlər. Yəni, bu sistem Rusiyadan qalma bir sistemdir, işləmir. Azərbaycan yeni bir islahata getməlidir. Bələdiyyələrləmi, valiliklərləmi yeni şeylərə getməlidir. Yerli özünün idarəçiliyə keçirməlidir. Bələdiyyə, çünki bələdiyyə öz büdcəsi üzərində oturur. Hökumətdən pul almır. Deyək ki, məsəl üçün Naxçıvanda hər hansı bir bələdiyyə, dediyiniz kimi Sədərək əhalisi, Sədərək zamanında Azərbaycanın ən böyük kəndlərindən biri idi. Daha sonra qəsəbə, sonra rayon statusu aldı. Bugün də bizim, yəni biraz əvvəl mən Sədərəkli dostlarımla bərabər idmandaydım. Çox zəkalı insanlarımız var orada. Çox həm döyüşkən, həm də zəkalı insanlarımız var, iş insanları var. İmkan versələr, bunlar bu iş insanları. Mən yenə deyirəm, mən hökumətin vəsaiti hesabına daha çox yox, yerli vəsait hesabına işin qurulmasının tərəfdarıyam. Həm də sizin söylədiniz ki, ordumuz arxasında bir vətəndaş görməlidir. Arazdəyən dünənə qədər Naxçıvanın tərkibində olan bir ərazi idi. Arazdəyən bizim, yəni hamısı o Vedi Basar bizim deyək ki, Naxçıvan xanlığına, İrəvan xanlığına bağlı olan tarixi ərazilərimizdir. Sədərək inkişaf eləməlidir ki, Arazdəyəndəki erməni də görsün ki, bunlar inkişaf edir. Bunlar gedirlər. Bir dəfə gördünüz, orada zavod tikməklə bağlı məsələ qaldırmışlar. Azərbaycan bir titrətdi, ermənilərin səsi batdı. Amma inkişaf eləsə, orada inkişafa qursa, deyək ki, Şahbuzun da bir dağ rayonudur, mənim doğma Şahbuzumun. Ora uyğun iş yerləri açıla bilər. Bir zaman şərab zavodu vardı. Bugün deyək ki, müsəlman ölkəsidir, şərab zavodu bəlkə uyğun deyil və yaxud da üzümçülük artıq ləğv olunub, əvvəlki üzümçülük yoxdur. Şərab zavodu qurmaq yerinə başqa kənd təsərrüfatı ilə bağlı istehsal qura bilərsən, deyək ki, pendir, yağ sexlər, fabrikləri qura bilərsən. Əhali iş yeri görüb gələcək. İnandırıram sizi, biz gedirik kəndimizə, gedirik, elimizə gedirik. Təbii sərvətləri, torpağının yetişdirdiyi bitkilərlə, valla biz o bitkiləri dünya bazarına çıxarsaq Naxçıvanda. Bəli, adam dururdu. İndi məsələn Naxçıvanda daha çox yetişən o dombalan deyə bir dünya bazarında tanınan bizim göbələyimiz var. O dombalanı biz ancaq bazarda görürük. Yəni ötən il kilosu 20 manat idi, 25 manat idi Bakı bazarlarında. İndi qalxıb 80 manata. Gözümüz aydın olsun. Yəni bu bir inkişaf deyil axı. Bunun orada istehsalı qurulmalıdır. Bu dünya bazarına bağlanıb çıxmalıdır. Bu gitsin dünya bazarında 1000 euroya satılsın. Biz buna bir söz deyirik. Özəl bir mətbəxi var. Onların konservləşdirilməsi, yəni ciddi bir vəsait mənə elə gəlir ki, bizim iş adamları üçün normal imkanlar yaradılsa, valla ora gedərlər də, işləyərlər də. Bizim maşallah insanımız çox zirək insandır. Olsun, Füzuli yenidən qurulur. Füzuli yenidən qurulur, Cəbrayıl yenidən qurulur. Elə olmalıdır ki, yəni o əvvəlki ənənələr mütləq bərpa olmalıdır. Zəngilan tək deyək ki, bugün Zəngilanın keçmiş ənənələrini saxlamaqla deyil, keçmiş ənənələrlə bugünkünü sintez eləmək lazımdır. Bugün ora elə qurulmalıdır, elə istehsal sahələri açılmalıdır ki, insanlar axın eləsinlər, özləri getsinlər. Mən inandırıram sizi, bizim o vaxt Milli Hərəkatçılar Birliyinin bildirimizdə də vardı. Elə iş adamları var ki, deyək ki, gedib Qubadlıda, Zəngilanda, deyək ki, Naxçıvanda özləri iş yerləri açmaq istəyirlər. Onlara imkan verin, vergi güzəştləri tanıyın və yaxud da müəyyən insanların, gördünüz, Rusiya ilə münasibətimiz korlandı, nə qədər insanlarımız tədirgin oldular, bir hissəsi qayıdıb gəlməyə hazırlaşırdı. Alternativ bazarımız yoxdur. Baxın, indi sosial mediada özbəklərlə bağlı bir şey yayılır, özbək qardaşlarımızla bağlı, Moskvada onların təhqir olunması, toplu bir yerə yığılması çox üzücü bir şeydir.